Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. 700 min nəfərin maaşında artım olacaq. Bununla bağlı bu şad xəbəri millət vəkili Vüqar Bayramov verib. O bildirib ki, Əmək Məcəlləsində edilən dəyişikliklərə əsasən minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əmək haqqının artımında dövrlüyün təmin olunması deməkdir. Eyni zamanda bununla artımlar qanunla demək tənzimlənəcək. Vüqar Bayramovun sözlərinə görə minimum əmək haqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğdə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil, kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıq artırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir deyə Vüqar Bayramov bildirib. Vüqar Bayramov artımın nə zaman baş verəcəyinə demək sualını da cavablandırıb, bildirib ki, məcəlləyə olan dəyişikliklər cənab prezident tərəfindən 23 fevral 2026-cı il tarixində təsdiq edilib. Həmin dəyişikliklərin təsdiqindən sonra minimum əmək haqqı məbləğində ildə ən azı bir dəfə baxılmalıdır. Bu da o deməkdir, dəyişikliyin təsdiq edildiyi tarixdən keçən bir il müddətində minimum əmək haqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq. Müəyyən illərdə daha çox artımlar da ola bilər. Xüsusən nəzərə almaq lazımdır ki, minimum əmək haqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək. Çünki qanunvericilik minimum əmək haqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur deyə millət vəkili bildirib.